Salam, bugün bizim kanalda hazırlanması çok asan olan dadlı ve yumuşak yuxa tortunun hazırlanmasıdır. Lazım olan ərzaqların dəqiq ölçüləri videonun altındadır. Əvvəlcə otaq temperaturunda olan yumuşak kərə yağı çəngəl vasitəsilə əzilir. Daha sonra üzərinə şəkər tozu əlavə olunur və yenidən qarışdırılır. Şeker tozuyla yağ birbirine karıştıktan sonra 3 adet yumurta da kırılır. Həmin qarışımın içərisinə tökülür. Yumurta da karıştırıldıktan sonra üzerine qatıq əlavə olunur. Hamısı birbirine yaxşıca karıştırıldıktan sonra 6 stəkan yarım un götürülür. Həmin qarışımın üzerine əlavə olunur. 1 paket kabartma tozu ve 2 paket vanil de töküldükten sonra xəmir yoğrulur. Sonra isə həmin xəmirdən tortun ölçüsünə uyğun kündələr hazırlanır. Hündür tort hazırlamak fikri olan xanımlar kündələrin sayını daha çox tutub ölçüsünü kiçik eləsinlər. Alçaq lakin enli tort hazırlamak istəyən xanımlar isə kündələrin sayını az, ölçüsünü böyük götürsünlər. Kündələr bir-bir mərdanənin köməkliyi ilə yağlı kağızın üzərində yayılır, ölçü qabı vasitəsilə kəsilir. Daha sonra əvvəlcədən isidilmiş 180 dərəcəli sobada bişirilir. Kündələr bişirilərkən bir tərəfdən də tort üçün krem hazırlanır. Bu kremin hazırlanma qaydasını bundan əvvəlki videoların birində daha geniş şəkildə vermişdim. Gördüyünüz kimi əvvəlcədən soyuducunun buzluğunda saxlanılmış qaymaq çırpılır. Bir qədər bərkidikdən sonra üzərinə az-az qatlaşdırılmış süd əlavə olunur. Vanil də əlavə olunduktan sonra krem tam bərkiyib hazır olana qədər qarışdırılır. Bu tortun hazırlanmasında bişmiş və yağlı kremdən də istifadə etmək olar. Gördüyünüz kimi korjlar bişdikdən sonra heç də sərtləşmir, çox yumuşaqdır. Yəni tortu yığarkən hər hansısa siropla qatlarını islatmağa ehtiyac yoxdur. Ancaq yenə də daha da yumuşaq olmasını istəsəniz siz, istənilən meyvə siropuyla və yaxud da sadə südlü siropla qatları islada bilərsiniz. Qatların arasına qoz, fındıq, badam zövqə və istəyə görə nə istəsəniz əlavə edə bilərsiniz. Biz fındıqdan istifadə etdik. Və həm korjları, həm də kremi dadlı olan bir tort hazırladık. Buyurun siz də hazırlayın. Nəticədən razı qalıb qalmadığınızı isə bizə yazaraq bildirin. Hələlik isə sağ olun, maraqlı videoların davamı üçün videoya like atmağı və kanalımıza abunə olmağı unutmayın.